Uşaq tərbiyə məsələsində 3 mərhələdən keçir. 3 mərhələdən keçir və hər bir mərhələnin də özünə xas olan tərbiyə metodikası və üslubu vardır. Baş verən problemləri necə həll edə bilərik, necə müalicə edə bilərik, bu barədə danışır. İlk öncə birinci qaydanı şeyx zikr edir, deyir ki, birinci qayda odur ki, ən-nuamilə əbnəənə həsbə mərhələtihim əl-umriyyə. Deyir ki, övladlarımızla onların yaşlarına uyğun mərhələdə müamilə edək. Yəni, yaş mərhələsi hansı mərhələdirsə, onu uyğun şəkildə müamilə edək. Necə ki, deyir ki, məşhur olan bir hikmətli sözdə deyilir ki, 7 yaşına qədər övladınla oyna, 7-dən 14-ə qədər onları ədəbləndir və həmçinin 14-dən sonra isə onlarla yoldaşlıq elə. Çünki 14 yaşdan yuxarı sən 7 yaşa qədər olan uşaqla müamiləni onun üzərinə tətbiq etmək doğru deyil. Həmçinin də əksi. 7 yaşa qədər uşağın vaxtı oynamaq, əylənmək vaxtıdır. Və sən də o mərhələdə onu uyğun şəkildə onu tərbiyələndirməlisən. Uşağın 7 yaşına qədər olan mərhələ birinci mərhələdir.